Salam. Bugün sizlərə dinləmə necə rahat şəkildə işlənilir, dinləməni işləmək üçün lazım olan taktikalar verəcəm. Videomuza keçməzdən öncə kanalımıza abunə olub videomuza like atmağı unutmayın. İndi isə videomuza keçək. Öncəliklə dinləməni rahat şəkildə işləmək üçün sizin söz bazanıza ehtiyac var. Söz bazanız nə qədər yuxarı və ya da çox olarsa, siz o qədər də rahat şəkildə dinləməni işləyə bilərsiniz. Məsələn, imtahana və yaxud da sınağa getdiniz. Dinləmə mətnini baxarkən ilk öncə bütün variantları tərcümə edirsiniz. Sualları və variantları tərcümə edirsiniz. Daha sonra mən üstünlük verirəm ki, həmişə ilk öncə açıq sualları işləyəsiniz. Çünki açıq sualları işləyərkən daha rahat olur və sualları yazdıqca daha motivasiyan artır. Məsələn, mənim üçün ən rahat sual 4-cü sualdır. 4-cü sualda adı sözünə uyğun olan bir dənə sifət istəyir. Siz adı sözünü yadınızda saxlayaraq adı sözünü yadınızda saxlayırsınız. Daha sonra həmin dinləmə mətnində adı sözün qarşısında sifəti tapırsınız. 5-ci sualda isə sentensiya insanları qidalarını nöqtə-nöqtə etməklə əldə edirlər. Deməli burada pick məqam, pick sözümüz hansıdır? Get their food. Qidalarını əldə edirlər. Dinləmə mətnində məsələn get their food by, daha sonra onu necə şəkildə, məsələn hunting olar, fishing olar, collecting plants olar. Bunun kimi sözlər deyir. Siz də ona görə pick məqam olaraq get their food sözünü yadınızda saxlayırsınız və dinləmə mətnində həmin sözə deyilərkən cavabı yazırsınız. 6-cı sualda isə deyir ki, sentensiya insanları niyə görə dünyadakı ən gizli və tanınmayan insanlardır? Bunu nətər yazmaq olar, necə yazmaq olar? Deməli, burada ilk öncə tərcümə etdiniz. Daha sonra burada yenə pick məqam, yəni pick sözü tutmalısınız. Nədən söhbət gedir? Dünyada niyə görə tanınmamış və gizli insanlardır sentensiya insanları? Deməli, əsas sözümüz most secretive and uncommon people'dır. Bu sözü yadınızda saxlamaqla dinləmə mətnində həmin sözləri deyərkən daha sonra bu sualın cavabını da deyir. Daha sonra qapalı sualları işləyə bilərsiniz. Mən həmişə birinci sualı ən axıra saxlayıram. Çünki birinci sual daha rahatdır. Çünki deyir ki, mətn nə haqqındadır? Yəni dinləmə nə haqqındadır? Məsələn, A bəndində sentensiya dili, onun istifadəsi, B bəndi balıq tutmaq, sonra ovlama və qidaları toplama, C bəndində adanın inanılmaz ölçüsü, D bəndində Şimali Sentinel adasında yaşayan insanlar, E bəndində isə adada yaşayan insanların sayı. Siz dinləməni işləyərkən özünüz daha rahat bunu tapa bilərsiniz. Çünki burada məsələn heç mən dinləməni dinləmədən bilərəm ki, A bəndindən danışmaz. B bəndi də ümumi bir fikir deyil. C bəndi bəlkə ola bilər. E bəndi isə lap uyğun deyil. Sadəcə C-nin D bəndini mən belə heç dinləmədən tapa bilərəm. Amma yenə siz ən mühüm olan burada ümumiyyətlə mətnin nə haqqında olmasıdır. Məsələn, bir dənə fikir var, sevincəyə düşüb onu götürmək olmaz. Çünki o fikir sadəcə bir yerdə keçə bilər və onu ümumi bir mətn haqqında olmaya bilər. Daha sonra isə ikinci suala keçirik. İkinci sualda isə mətnə uyğun olmayan variant istəyir. Yenə burada tərcümə edirsiniz. Məsələn, A bəndində sentensiya insanları balaca daxmalarda yaşayır. B bəndində sentensiya insanları Hindistandakı adada məskunlaşıb. C bəndində başqa insanlar sentensiya adasındakı insanlar ilə əlaqə qurmağa çalışır. D bəndində Şimali Sentinel adası 72 kvadrat kilometri əhatə edir. E bəndində isə sentensiya dili digər başqa bir dillərdən fərqlənmir. Yenə bunlar deyərkən çox zaman hamısını ardıcıl deyirlər. Siz də dinləməni rahat şəkildə, ona görə dinləmədə söz bazanızın çox olmasına ehtiyac var ki, siz sözləri anlaya biləsiniz və sözləri dinləyərkən həmişə tərcümə edin. Tərcümə edərkən çox rahat olur. Üçüncü sualda isə deyir ki, sentensiya adalarının sayı bilinmir. Çünki A bəndində heç kim bilmir ki,
e, adanın hansı hissəsində onlar yaşayır? B bəndində hər kəs onların real, yəni həqiqi saylarını soruşmağa çəkinir, yəni qorxur. C bəndində ada çox balacadır. D bəndində isə onları öyrənmək üçün heç bir cəhd olmayıb, yəni yoxdur. E bəndində isə ada e, böyük ölçüdədir. Yenə bu sualı işləmək üçün, yəni ən rahat yol yenə pik məqamı tutmaqdır. Pik məqam nədir? Yəni əsas söz. Siz hansı sözdən bu cavabı tapa bilərsiniz? Burada cavab tapmaq üçün it is impossible to know sözüdür. Siz bu sözü yadınızda saxlayaraq həmişə altından xətt çəkə bilərsiniz. Altından xətt çəkib həmin sözü fikrinizdə tutarsınız. Həmin sözü də yenə dinləmə mətnində eşidərkən yaza bilərsiniz. Amma məsələn impossible yerinə onların sinonimlərindən də istifadə edə bilərlər. Ona görə də sözləri və sinonimləri yaxşı bilməlisiniz. Sonra başqa dinləmə üçün taktika verə bilərəm. Məsələn, ilk öncə bayaq dediyim kimi açıq suallar işləyin. Açıq suallar çünki daha rahat olur. Daha sonra qapalı sualları işləyə bilərsiniz. Sonra məsələn, birinci dəfə dinləyərkən, çünki 2 dəfə dinləyə bilərsiniz dinləmə mətnini. Birinci dəfə dinləyərkən açıq sualları yazıb dayanmayın. O birisi suallarda yenidən tərcümə edin, yenidən fikirləşin, ə, dinləmə mətnində nədən bəhs edirdi. Birinci sualı daha rahat yaza bilərsiniz. Hansı ki, orada mətnin nə haqqında olduğundan bəhs edirdi. Belə. Dinləmə haqqında taktikalarım da bu qədər. Gələn videolarda görüşənədək hələlik.